Birincisi səbr. Əksər hallarda o insanlar özünü ifadə etmədiyi üçün panik atak yaşaya bilirlər ki, mən niyə bunu deyə bilmədim. O anda yanındakı şəxs o da narahat ola bilər ki, yəni axı mənim atammı, anammı danışa bilirdi. O panikliyi görəndə o şəxs özü də panik vəziyyətə düşür. Bu zaman sadəcə sakitliyi qorumaq lazımdır. Çünki bu istəmsiz bir hərəkətdir, bu beyinlə bağlıdır. İkincisi isə dinləmək lazımdır sona qədər. Bəzən ən böyük yanlışı onu edirlər ki, hətta pislik deyərəm edirlər. Şəxs özünü ifadə etmək istəyir, amma qarşısındakı sanki ona yazığı gəlir, tez onun sözünü kəsir, ona bənzər söz deməyə çalışır. Bu özü də onun nitqini tormozlaşdırmış olur. Ona görə də biz deyirik ki, icazə verin, sona qədər axtarsın, araşdırsın, o sözü tapmağa çalışsın. Çünki o sözün nə olduğunu bilir, göstərə də bilər sizə, amma o sözü tapa bilmir. Bu zaman sadəcə səbirlə oturub gözləmək lazımdır. Məsələn, bugün deyək 10 dəqiqədən sonra sizə cavab verdi, amma sabah 5 dəqiqədən sonra cavab verəcək sizə. Yetər ki, o şəraiti ona yaradın. Üçüncüsü isə ətrafdakiləri da başa salmaq lazımdır ki, bu insan belə bir problem yaşayır. Buna nə gülmək, nə ağlamaq, nə təəssüflənmək lazım deyil. Normal olaraq qəbul etmək lazımdır və ancaq motivasiya vermək lazımdır.